Nadir Şah özü Səfəvilərin kürəkənidir və Nadir Şah Əfşar Qızılbaş ordusunun komandanıdır. Qızılbaş ordusunun ordu generalıdır. Nadir Şah Qızılbaşlara, Nadir Şah Səfəvilərə yad adam deyil. Yad adam deyil. Nadir Şah Qızılbaşlardan çıxıb, Nadir Şahın ordusu Qızılbaşdır, Nadir Şahın özü Qızılbaşdır, Nadir Şah Səfəvilərin davamçısıdır. Nadir Şah yad deyil, Səfəvilərlə qohumdur. Səfəvilərlə həm ideoloji baxımından, həm də siyasi baxımından yaxın olub. Bəli, Nadir Şahın məktublarında müəyyən qədər anti-Səfəvi, yəni anti-Səfəvi deyəndə keçmiş ideoloji sistemi tənqid var. Yəni özündən öncəki ideoloji sistemi tənqid var. Və bu tənqidin də səbəbi Nadir Şahın Osmanlı ilə müharibəyə son qoymaq cəhdi idi. Nadir Şah Osmanlıya deyirdi ki, nə olub olub. Bax, demirsiniz Səfəvilər. Demirsiniz Səfəvilər. Bax, indi Səfəvilər yoxdur. Səfəvilər ağdır, Səfəvilər göydür. Səfəvilər getdi. Mən Səfəvləri məhv elədim. İndi taxta mənəm. İndi gəlin, mənlə iş görək. Qaynayaq, qarışaq. Nadir Şah deyir, bunu Osmanlı gəl bir olaq. Demirsən Səfəvilər pisdir. Mən də deyirəm pisdir. Sildim, süpürdüm Səfəviləri. İndi Əfşarlardır. Nadir Şah Əfşardır. Türkmandır taxta. Gəl, birləşək, devlətimizi idarə eləyək. Amma Osmanlı neynədir? Osmanlı yenə də bundan razı olmadı. Nadir Şah nə qədər Səfəviləri tənqid etsə də, bu da siyasət idi. Nadir Şah Əfşarın siyasəti idi ki, Osmanlının belə deyək də əlindən o bütün kozlarını alsın. Osmanlının əlindən o bütün o Trump'ın sözü olmasın, bütün kartları alsın da Osmanlıların əlindən. Hansı şah təmasibdən diz-dizə idilər. Bəli, 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 bəli. Nadir Şahın bu siyasəti idi, amma yenə də Osmanlı Nadir Şahın bütün təkliflərinə üç çevirdi, arxa çevirdi qardaş. Yəni belə.